Bismillah, salatu salam ala Resulillah və bə'd. Sahabilərdən biri Allah elçisi sallallahu aleyhi və səlləmə yaxınlaşır və ondan öz atası barədə soruşur. Əl-Ədi ibn Hatim gəlir, deyir ki, Allahın elçisi, yəni atam belə-belə yaxşı işlər görüb, xeyirxah işlər görüb, onun müqabili nə olacaq, mükafatı nə olacaq, axirətdə təbii ki, nə mükafat alacaq. Allah elçisi buyurur ki, İnnə əbəkə rəmə əmran fəbələğəhu. Başqa bir hədisdə gəlir ki, İnnəhu əradə şeyən fəədrakəhu. Yəni o bir şey istəmişdi, ona nail olmuşdu. Ona nail olub. Yəni etdiyi əməl dünyada boşa çıxmayıb ən azından. Yəni ən azından o nə istəmişdisə, ona nail oldu. Doğrudan elədir. Yəni insanlar bu dünyada etdiyi yaxşılıqlar, hətta yəni diqqətli insan bunu görə bilər. Etdiyi yaxşılıqlar mütləq onun qabağına çıxır. Etdiyi iyanələr, köməklər, sədəqələr 10 qatı ilə bəlkə daha artıqlaması ilə qarşısına çıxar. Və bu şahid olunandır, yəni görünən bir şeydir, bilinən bir şeydir. Və Allah elçisi buyurur ki, yəni o bir şey istəmişdi, ona nail oldu. Təbii ki, nə istəmişdi? Yəni insanlar adətən yaxşılıq edəndə bəzən söhbət gedir qeyri-iman əhli. Yaxşılıq edəndə, yəni bir yaxşı insan kimi xoş xatirə saxlasın, yəni belə. Təbii ki, onlar istədiklərinə nail olurlar. Yəni yaxşılığı onun üçün eləyirlər və ona da nail olurlar. Bu da Allahın lütfü, ədalətidir ki, yəni yaxşılıqları insanların hafizəsində, insanların yaddaşında saxlayır. Və beləcə də o sahabəyə xəbər verir ki, yəni o istədiyinə nail olub, yəni Allah Teala ona qarşı ədalətsizlik etməyib. Və başqa bir digər hədisdə yenə Allah elçisindən soruşurlar, yəni İslamda olmayan bir insan barədə ki, İslama girmədən dünyasını dəyişib. Yəni nə faydası olacaq ona? Allah elçisi buyurur ki, İnnehu lem yekul yevmen mined-dehr Rabbi xfirli xatiyyəti yevməddin. Kaş ki, günlərin birində desəydi ki, ey Rəbbim, hesab günü günahlarımı bağışla. Baxın, Allah elçisi yəni, çox böyük əməlləri saymadı burada. Baxmayaraq ki, yəni, iman gətirməklə, təkcə sözlə kifayətlənmək olmaz. Yəni, əməllər var, ən böyük əməllər də namazdır və digər əməllər. Amma Allah elçisi burada çox qısa bir əsas məqamı gətirdi. Qəlb əməlidir. O da iman məsələsidir. Axirətə iman məsələsi. Yəni bu göstərir ki, əməllərin fayda verməsi üçün yəni iman əhli olmaq lazımdır. Yəni axirətdə fayda verməsi üçün. Görə yəni o insanlar ki, deyirlər ki, filan qeyri-müsəlman belə-belə yaxşılıqlar eləyir. Yaxşılıqlar eləyir, əvəzin nə üçün edirsə ona nail olur. Yəni Allah Teala ona qarşı zülm eləmir. Allah Teala heç kəsə qarşı zülm etmir. O bu dünyada yaxşılıq edir, yaxşı insan kimi tanınmaq üçün. Allah ona yaxşı insan kimi tanıtdırır. Allah onun malına bərəkət verir, onun ruzisinə bərəkət verir. O yaxşılığı onun qarşısına çıxarır. O yaxşılığı onun övladlarının qarşısına çıxarır, sevdiklərinin qarşısına çıxarır. Yəni bu dünyada Allah Teala ona qarşı çox ədalətli olur. Və o nə istəyirsə ona da nail olur. İnsanların xatirəsində yaxşı qalmaq və təriflənmək. Allah ona tərif də nəsib edir. Necə ki, oxuduğumuz bu tarixi insanlar, şəxsiyyətlər yaxşılıq ediblər. Üstündən 1400 il, 1500 il keçib onların adı yaxşı insanlar siyahısındadır. Amma iman əhli olmadığına görə onlar Allahın mükafatından pay ala bilməyəcəklər axirətdə. Çünki axirət üçün pay almaq üçün, yəni cənnəti qazanmaq üçün iman əhli olmaq şərtdir. Bu da göstərir ki, yenə Allah elçisinin sözü, kaş ki o bir gün deyərdi ki, ey Rəbbim, hesab günü günahlarımı bağışla. Bu göstərir ki, iman çox mühümdür. Qəlbin əməli, bir əməli Allah rızası üçün etmək, axirət yurdunu, savabını əldə etmək üçün etmək çox mühümdür Allah yanında. Çünki bu Allahın dediklərinin təsdiqidir. Allah Taalaya qarşı, onun xəbərlərinə qarşı böyük bir sayğı, hörmətdir. Bu çox mühüm bir məqamdır. Və dediyimiz kimi burada iki məqam var. Birinci məqam odur ki,
yəni yaxşılıq edən insanlar mütləq mükafatını bu dünyada alır. İstəyir iman əhli olsun, istəyir qeyri-iman əhli. Ona görə yəni ədalətsiz deyil ki, yəni iman gətirməyən insanlar yaxşılıq edir, amma axirətdə onu görməyəcək. Axirətdə bəlkə də görə bilir, əgər iman üzərində ölməyibsə, küfr üzərində ölübsə, ondan əzab xəfifləşə bilər və ya digərlərinə verilən şiddətli cəza ona verilməz, daha nisbətən yüngül cəza verirlər. Amma hər bir halda iman gətirmək bu məsələdə şərtdir. Və həmçinin buradan nə faydalana bilərik? Yəni, ətrafımızda bəzən olur ki, qohumlar və ya sevdiyimiz insanlar arasında elə insanlar var ki, imandan uzaqdırlar. Allaha inanırlar, amma namaz kimi ən mühüm məsələdən uzaqdırlar və əsas da namazdır. Yəni, qulla Rəbbi arasında ən böyük bağdır, ən böyük ünsiyyətdir, ən böyük ibadətdir. Yəni, elə insanlardan da ümid kəsməyir. Bəzilər olur ki, görsən ki, yəni, o insan ola bilər ki, ibadətə çətin ki, yaxın dura. Amma ən azından bəzi məsələləri, yəni bu hədisə görə onlardan ümid kəsməyək. Misal üçün, şəhadət məsələsini təlqin etmək, la ilahə illallah, Muhammed Rasulullah desin. Onun mənasını izah et. Nə deməkdir? Allahdan başqa ibadətə layiq məbud yoxdur. Yəni, Allahdan qeyri heç kəsi çağırma. Allahdan qeyrisinə dua etmə, əl açıb. Mədəd diləyib, kiminsə Allahdan qeyrisinin adını çağırma. La ilahə illallahın mənası budur. Muhammed Rasulullah de ki, yəni Muhammed Allahın elçisidir. Son risalətin, son kitabın, son şəriətin sahibidir. Bunu izah eləmək ki, şəhadət, ən azı şəhadəti yadda saxlasın, onu tələffüz etsin. Sonra ikinci məsələ ki, ən azından bu duanı o öyrətmək ona. Ki, Rabbi xfirli xatiyyəti yevməddin. Öz dilində də olsa belə. Ey Rəbbim, hesab günü günahlarımı bağışla. Yəni, bu iki şeyi bəlkə ola bilər ki, bunu səmimi desin, inansın, əməllərdən uzaq olsa belə qiyamət günü ona fayda verə bilər. Biz bilmirik, nə bilirik ki. Çünki elə o hədis var ki, yəni bir insan gətiriləcək, heç bir əməl etməyib. Və tam ümidsiz fikirləşəcək ki, heç bir əməlim yoxdur, ona deyiləcək, xeyr, bugün heç kəsə zülm olunmur. Kim zərrə qədər yaxşılıq edibsə, əvəzini görəcək və onun üçün bir səhifə getirilir. Günahları da gözlə görüləcək son nöqtəyə qədər kitablar, günah yazılı kitablar. Və ona deyiləcək ki, bir kağız gətirilir, onun üstündə bir sözlə yazılıb, la ilahə illallah, Allahdan başqa ilah yoxdur, ibadətə layiq məbud yoxdur. Baxır, günahlara baxır o səhifəyə, deyir ki, bu qədər kitablar, gözün gördüyü son nöqtəyə qədər dolu kitablar. Və 99 kitabdır ki, kitabların böyüklüyü gözlə görsənmir, içi dolu günahlarla. O tərəzinin bir gözünə qoyulur və o kağız bir gözünə qoyulur. Hansı ki, kağızda la ilahə illallah yazılıb. O la ilahə illallah yazılan kağız bütün o günah dolu kitabların hamısını havaya uçurur. O qədər ağır bir sözdür, o qədər böyük bir savab var. Ona görə yəni, ibadətdən uzaq duran insanları heç olmasa bundan məhrum eləməyək. Bu sözdən, şəhadət kəlməsindən, la ilahə illallah, Muhammed Rasulullah təlqin edək onlara. Onlara axirətə imanı ən azından tələffüz elətdirək. Bəlkə o dedikləri onların qəlbinə girər. Bəlkə o imanla dünyadan gedərlər son anında. Axirətə imanla ki, hesab var və tələffüz eləyər, onu deyər ki, ey Rəbbim, mənim günahlarımı hesab günü baxışda. Rabbi xfirli xatiyyəti yevməddin. O əslində bizə də bir ibrətdir ki, biz də o sözdən uzaq durmayaq ki, daim ki, ey Rəbbim, qiyamət günü mənim hesabımı yüngülləşdir, günahımı bağışla. Allah bizləri eşidib faydalanlardan etsin. Və axiru dəvana enilhamdülillahi rabbil alemin. Və selamu aleykum və rahmetullahi və barakatuhu.